Cruises.azın değerli dostları, müşterileri, Costa Toscana gemisindeyik. Costa gemi şirketleri, İtalyan gemi şirketinin sonuncu gemisi ve 18. mərtəbədəyik, en üst mərtəbə. Burada Splash Aquaparkı yerləşir. Belə bir çox böyük bir aquaparkdır. Su sürüşkənləri, istər böyüklərin, istər uşaqların kifayət qədər xoş vaxt keçirdə biləcəkləri məkanlardan biridir. Hal-hazırda Aralıq dənizindəyik və hər tərəf sudur. Gəmi hal-hazırda hərəkətdədir, dalğalardan görə bilirsiniz. Hemen bu aquaparkın yan tərəfində oyun zalı yer alır. Haradaki basketbol, futbol, voleybol kimi oyunları pulsuz bir şekilde oynayabilirsiniz. Aquaparkta bir mənalı her zaman bu şekilde işçilerden var, təhlükəsizliyə görə. Belə bir çox böyük bir aquaparkda su sürüşkənlərdir. Və bir çox böyük su sürüşkənləri olan aquaparkda bilirsiniz, belə bir bu tip uşaqların və böyüklərin çox sevdiyi belə bir məkan var. Belə yumruq, hovuz kimi bir şeydir və yuxarıdan gəldikdə sürüşkənlərlə burada bir dövrə vurub sonra aşağıda finish eləyirsiniz bu hissədə. Mütəmadi təmizlənir. Bax, belə aquapark kruizlərdə istər uşaqların, istər böyüklərin bəzən darıxarıq mı dedikləri, baxın, körpə uşaqla gələnlər də var. Bu böyük su sürüşkənlərinin hemen karşı tarafında deməli bağlı hovuzdur. Açıq hovuzları da var. Bu isə bağlı hovuz olan hissəsidir. Bağlı hovuz indi sizə ümumi göstərəcəm. Burada gördüyünüz isə bu istər şəhərlərdə, istər hal-hazırda ətrafı seyr eləmək, üfüqlərə qədər dənizi seyr eləmək və stres atmaq üçün bir gəzinti zolağı deyək. Bu şekilde göstərim sizə. Belə davam eləyir. Və görürsünüz, insanlar burada dayanıblar və ümumi mənzərəni seyr edirlər. Bir neçə nəfər uşaq gəldi. Yəni ki, oyun oynayacaqlar. Bundan əlavə də bayaqlara dediyim aquaparkın tam qarşısında və bu isə bağlı hovuzdur. İstər jacuzzilərdə, istər insanlar istəyir jacuzziyə girirlər, istəyirsə də hovuzda xoş vaxt keçirdirlər. Üstü bağlıdır. Qət eləyirsiniz, günəş keçirir, amma bağlı hovuzdur. Bir hissəni açıq qoyublar. En azından havalanma rahat olsun, amma buradan istiliyi insan hiss edir özü üçün. Baxın, belə bir bağlı bir hovuzdur. Qarşı tərəfdə də həmin hovuzun kənarında da burada isə hamburger, cheeseburgerlərin verildiyi yerdir. Əlavə ödənişləndir kostalarda. 5 evrodur. Kifayət qədər böyük həcmdə bir hamburger veya cheeseburgerlər, double'lar həmçinin. Baxın, belə 18. mərtəbə. Və hətta dediyim yerdə insanlar yuxarıda dediyim yerdə gəzinti zolağında şəkillər çəkdirir xatirə olaraq. Bax, belə hal-hazırda üzmə günüdür və əgər çəkilişdən diqqət edirsinizsə kifayət qədər gənc, uşaqlar var. Yaş ortalaması hal-hazırda gəmidə 40'dır və bu kifayət qədər ciddi bir rəqəmdir ki, daha gənc ailələr, daha gənc insanlar kruizlərə üstünlük verirlər.
Bax belə Costa Toscana'nın 18-ci mərtəbəsinin bir hissəsi.